Birincisi artıq bu klassik media qalmaqalı çərçivəsindən çıxır. İndi bəziləri düşünə bilər ki, X hansısa bir ekspert öz şəxsi fikrini bildirir. Xeyr, heç də elə deyil. Ekspertlər ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar. Yüz minlərlə, milyonlarla insana təsir edirlər. Dünyanın hər yerində bu belədir, o cümlədən Rusiyada. İkincisi, beynəlxalq münasibətlərdə ritorik eskalasiya anlayışı var. Yəni tərəflər əvvəlcə siyasi bəyanatlar verirlər. Daha sonra ritorikanın sərtliyi artır və müəyyən mərhələdə artıq siyasi tənqidlə açıq təhdid və ya təhqir arasındakı sərhəd getdikcə ortadan qalxır. Hazırki vəziyyətə bu kontekstdə biz baxa bilərik. Üçüncüsü, burada önəmli bir fərq var. Biz fərdi məsuliyyət ilə dövlət məsuliyyətini ayırmalıyıq. Yəni bu şəxslərin Rusiya vətəndaşı olması, onların səsləndirdiyi fikirlərin Rusiyanın rəsmi dövlət mövqeyi olması anlamına gəlmir. Necə ki, mənim hal-hazırda səsləndirdiyim fikirlər rəsmi Bakının mövqeyi deyil. Lakin iştirakçılardan biri Rusiya Nəqliyyat Nazirinin müşaviridir. Və bu artıq deməli Moskvanın bunlar ayrı-ayrı şəxslərin şəxsi fikirləridir argumentini zəiflədir. Dördüncüsü, beynəlxalq münasibətlərdə terminologiyada, ingilis dilində plausible deniability dediyimiz, yəni birəbir tərcüməsi yoxdur deyə ingilis dilində dedim. Sadə dildə məntiqli bir şəkildə inkar edilə bilənlik. Nədir bu? Dövlət bəzən öz mövqeyini diplomatik kanallarda, rəsmi kanallarda yumşaq saxlayır. Lakin dövlətə yaxın media, dövlətin öz mediası, dövlətə yaxın ekspertlər, ictimai-siyasi xadimlər və digər qeyri-rəsmi aktorlar çox sərt mesajlar verirlər. Sonradan isə dövlət bu dövlətin mövqeyi deyil, həmin şəxsin mövqeyidir deyə bilir. Beləliklə, rəsmi diplomatiya ilə qeyri-rəsmi təzyiq arasında bir boz zona yaranır. Düşünürəm ki, biz məhz boz zonadayıq, yəni Rusiya-Azərbaycan münasibətlərində. İndiki halda Azərbaycan məhz o boz zonaya uyğun normativ sərhədlər çəkir. Azərbaycanın cavabı isə təbii ki, emosional deyil, məntiqlidir, hüquqidir, diplomatikdir, eyni zamanda çəkindirmə siyasətidir, mesajdır, siqnaldır ki, bizimlə bu ritorika ilə danışmaq olmaz.